Bugün test toplusuna salınmış inşa mövzularına baxacağıq və 8-ci inşa mövzusuna baxaq. Which is more important to be able to work in a team or independently? Use specific reasons and examples to support your opinion. Hansı daha vacibdir? Komanda ilə işləmək yoxsa fərdi tək işləmək? İndi gəlin bu mövzu üzrə esseyə baxaq. Essenin nümunəsidir. Deməli bildiyimiz kimi 3 hissədən ibarət olmalıdır. Introduction, giriş hissə, body paragraph, əsas hissə və conclusion, nəticəmiz. Deməli, introduction'a biz necə başlaya bilərik? Məsələn, nowadays people need to work both in teams and independently. Bir giriş edirik. Yəni deyirik ki, insanların ehtiyacı var həm komanda ilə, həm də müstəqil formada işləməyə. İşləyə bilərlər. Some people think working alone is more important, while others believe teamwork is more valuable. Bu bizə sual ki verir, hansı vacibdir? Onu bir təzad şəklində biz introduction'a əlavə edirik ki, yəni bəzi insanlar düşünür ki, tək yalnız işləmək daha vacibdir. Digər tərəfdən də digərləri isə düşünür ki, teamwork, yəni komanda işi daha dəyərlidir, daha vacibdir. Sonda introduction'da bir fikir bildirməliyik ki, biz hansıyla razıyıq? Komanda işi ilə razıyıq, yoxsa tək işləməklə mi? Və sonda, in my opinion, being able to work in a team is more important than working independently. Mənim fikrimcə, düşüncəmcə, komandada işləmək daha vacibdir. Nədən müqayisə edirik? Than working independently, yəni müstəqil işləməkdən daha vacibdir. Burada artıq mən fikrimi irəli sürdüm ki, mən hansının tərəfdarıyam komanda işi ilə. Keçək body paragraph. Body paragraph istəsəz 3 hissəyə də bilərsiniz. İstəsəz bir hissədə də qeyd edə bilərsiniz. Mən burada 3 hissə ilə göstərmişəm. Birinci, ikinci və üçüncü hissə. Birinci hissə başlayıram. First of all, ilk olaraq teamwork. Burada artıq mən fikrimi sübut etməyə çalışıram ki, nəyə görə? Bax, razılaşıram ki, teamwork daha vacibdir. First of all, teamwork helps people share ideas and solve problems more easily. İlk olaraq, birinci olaraq insanlar deməli, insanlar öz ideyalarını paylaşırlar və problemi daha asan yolla həll edirlər. Harada? Teamwork helps. Yəni bu teamwork kömək edir ki, insanlar fikirlərini, ideyalarını paylaşsınlar, problemləri daha asan həll etsinlər. Daha sonra davam edirəm. When people work together, they can learn from each other and complete tasks faster. Bax, buradakı bir fikrimi dedim mən birincidə, first of all hissədə. İkincidə artıq onun açıqlamasını verirəm ki, insanlar birlikdə çalışanda onlar bir-birlərindən öyrənirlər və tapşırığı daha sürətli, daha cəld yerinə yetirirlər. Sonra artıq mən fikrimi açdıqdan sonra, izah etdikdən sonra bir nümunə də göstərməliyəm. For example, for instance-dan biz əlavə edə bilirik. For example, in group projects at university, each student can do a different part and the work becomes easier and more effective. Nümunə olaraq da deyirəm ki, burada universitetdəki, məsələn, qrup layihələrində hər bir tələbə müxtəlif hissələri edə bilir, müxtəlif hissələri yəni həll edir və iş daha asan və daha effektiv olur. Bunu dedim, bu fikrimi irəli sürdüm. Keçim ikinci bir açıqlama da verə bilərəm. İstəsəniz bununla da yekunlaşdıra bilərsiniz. İstəsəniz yüksək bal almaq üçün əlavə edə bilərsiniz. Secondly, ikinci olaraq, most jobs require teamwork. Əksər deyir işlər komanda işi olaraq da, yəni komandanın tələb edir ki, iş komanda işi olsun. Employees usually work with colleagues, managers or clients. Yəni burada işçilər adətən öz həmkarları ilə, öz menecerləri ilə, öz müştəriləri ilə işləyir. For instance, nümunə olaraq bir misal da göstərir ki, misal üçün their teachers work with other teachers and school staff to create a better learning environment. Yəni müəllimlər digər müəllimlərlə işləyir və deməli daha yaxşı öyrənmə mühiti üçün, yəni digər müəllimlərlə və digər heyətlə, staffla işləyir. If a person cannot work well in a team, it may be difficult to succeed at work. Əgər deyir bir insan daha yaxşı, yəni yaxşı işləməsə qrupda, komandada, bu işdə uğur əldə etmək çətin olacaq, çətin ola bilər. İndi baxın, bu fikirlərimizi biz dedik. Bax, burada açıqladıq ki, nəyə görə mən teamwork'ün tərəfdarıyam. Bunu yazdıq əla. Bunu yazdıqdan sonra, əgər siz tənqidi, critical tərəfini də, yəni ki, tənqidi düşüncənin digər tərəfini də göstərmək istəyirsinizsə ki, bəli, mən nəyə görə bax bunu seçdim. Ona görə də siz ikinci hissəni də qeyd edin. Necə ikinci hissəni? Yəni müstəqil işləməni də qeyd edə bilərsiniz ki, burada tənqidi düşüncənizi daha açıq şəkildə göstərirsiniz ki, bəli, digər tərəfdən də working independently, yəni müstəqil işləməyin avantajları var. İnsanlara məsuliyyətli olmağı, vaxtı daha yaxşı idarə etməyə kömək edir. Və burada nümunə göstərir. For example, studying alone for an exam helps students focus better. Yalnız yəni oxumaq, imtahan üçün yalnız tək çalışmaq tələbələrə daha da fokuslanmağa kömək edir. Və however, these skills are also useful in teamwork. Bu teamwork'da da həmçinindir, yəni faydalı ola bilər. Yəni sözümün canı ki, 1-dən 2-ni siz qeyd etdikdən sonra bu 3 etməsəniz də olar. Ancaq daha yüksək bal əldə etmək istəyirsinizsə, digər tərəfdən bu independently hissəni də, yəni müstəqil işləməyin tərəfini də siz qeyd edə bilərsiniz yüksək bal üçün. Sonra conclusion yazırıq. Conclusion nəticə. Nəticə olaraq in conclusion cümləsini yazdıq. Və burada axırda yekunlaşdırırsınız. Bütün bu danışdıqlarınızdan nəticə nədir? Onu deyirsiniz ki, all the working independently is more important. I believe, burada qeyd edirsiniz, I believe, yəni mən nəyə inanıram, nəyə üstünlük verirəm? Teamwork is more important. Baxmayaraq ki, müstəqil işləmək, çalışmaq vacibdir. Mən inanıram ki, mən belə düşünürəm ki, teamwork daha vacibdir. It helps people communicate better, solve problems and prepare for real working life. O, insanları daha yaxşı kommunikasiya qurmasına, problemləri həll etməsinə və real iş həyatı üçün hazırlaşmasına kömək edir və bununla da mən öz fikrimi irəli sürdüm ki, yekunlaşdırdım ki, daha doğrusu irəli sürmədim, yekunlaşdırdım ki, bəli, teamwork daha vacibdir mənə görə və bununla da inşamız bitir.